Çayın yanında ləzzətlə nuş edə biləcəyiniz çox gözəl reseptlə gəlmişəm. Bu zebra keksinin alınmama şansı yoxdur. Mütləq hazırlamağınızı tövsiyə edəcəyim reseptlərdəndir. Qaba 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 paket şəkərli vanilini əlavə edib ağarana kimi qarışdırırıq. Üzərinə 1 armud stəkan duru yağ, 1 stəkan südü də əlavə edib təkrar qarışdırırıq. Sonda isə 2 stəkan yarım unu və 1 paket qabartma tozunu da əlavə edib mikserlə qarışdırırıq. Alınan kütləni 2 hissəyə ayırıb bir hissəsini 2 xörək qaşığı əlavə etdiyimiz kakao və 1 xörək qaşığı su ilə qarışdırırıq. Yağladığımız qabın içərisinə həmin qarışımı sırayla üst-üstə əlavə edib, sonda isə çubuq vasitəsilə üzərinə forma veririk. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada üzəri qızarıb, içərisi tam bişənə kimi bişiririk. Çox ləzzətli alınır, qabardıqca qabarır, dadı isə əntiqə alınır. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik!